Hamıya salam uşaqlar. Bugün kursumuzun 7-ci videosundan sizin qarşınızdayam. Bugün analizi videosu çəkməyəcəyik. Sadəcə bugün hansı indikator istifadə etməli olduğunuzu göstərəcəm sizə. Yəqin ki, ekranda gördüyünüz indikatoru hamınız bilirsiniz. IST210 indikatoru. Azərbaycanlı traderlərin 99%-i bu indikatoru istifadə eləyir. Bu indikatorun bəzi mənfi xüsusiyyətləri var, mən elə düşünürəm, yəni. Birincisi, əgər siz backtest atmaq istəyirsinizsə və yaxud keçmiş işləmlərinizi analiz etmək istəyirsinizsə, məsəl üçün bir dənə fikir verin buna. Mən qoyum qrafiki 1 saatlığa, daha aydın olacaq sizə. Məsəl üçün 1 saatlıq qrafikə qalxdım, indikator yoxa çıxdı. 30 dəqiqəliyə düşürəm, təzədən var və biraz geri girəndə indikator təzədən yenə yoxa çıxır. Bir dənə baxın buna. Nə backtest atmaq olur, nə də keçmiş işləmlərinə baxmaq olur. Çünki mən keçmiş işləm atmışam, məsəl üçün 1 ay əvvəl hansı sessiyonda atmışam, New Yorkda atmışam, Londonda atmışam. Məsələn bu yoxdur. Bu mənim üçün böyük bir minusdur. İkincisi, bu indikatorda Frankfurt yoxdur. Bəlkə də çoxunuz bilmir ki, New York 1-ci Asiya açılır. Asiya açılandan sonra Frankfurt açılır. Frankfurt 1 saat davam edir. Ondan sonra London açılır. Məsəl üçün bu qrafikdə də yoxdur, bu indikatorda da yoxdur. Bunun üçün uşaqların çoxu bilmir ki, 1-ci Asiya açılır, sonra Frankfurt, sonra London açılır. Mən deyəcəyim indikator belə görsənir. Zaten mən analizlərin videolarıma baxmısınızsa bilirsiniz. Buradakı mavi rəng Asiyadır, Asiya sessiyonu. Bu Frankfurtdur, yaşıl Londondur, daha sonra isə gəlir New York. Mən bunun linkini də sizə verəcəm. Çünki məsəl üçün axtarış yerindən indikatorlardan. Bunun adını yazanda çıxmır bu. Məsəl üçün IST yazırıq bura, Kizona yazırıq. Direkt bu adı çıxır. IST Kizona plus pivot. Bunlar çıxır. Amma bu çıxmır. Çünki bu hal-hazırda TradingView'da açıq qaynat kodundan paylaşılmayıb. Bunun üçün nə etmək lazımdır? Mən sizə videonun altına link verəcəm. Daxil olursunuz o linkə, daha sonra o linkdə belə bir səhifə açacaq, TradingView səhifəsi. Əgər bacarırsınızsa, məsəl üçün fikir versənsə sağda, üstdə mənim burada öz hesabım var. Basıram Etibar Ağayev. Bu mənim hesabımdır. Siz də bu linkdən öz hesabınızdan qeydiyyatdan keçməlisiniz TradingView-ə, daxil olmalısınız. Daha sonra burada Dabavit Ispraveniya var. Məndə rusca yazılıb, yəqin ki sizdə ingilis yazılacaq və yaxud türkcə yazılacaq. Bunda 3 ulduzu bastığınız anda, mən basmıram çünki məndə zaten var. Ulduzu bastığınız anda daha sonra TradingView-ə keçərək oradan favorit qismindən indikatoru seçə bilərsiniz. Bu qədər sadə yəni. Fikir verirsinizsə bu indikatorda həm Asiya var, həm Frankfurt var, həm London, New York var. Amma daha vacib nədir? Bayaq dediyim kimi, istəyirik burada lap 1 il dala gedək, yenə də indikator itmir, sessiyonlar qalır və bu da əgər sən backtest atmaq istəyirsənsə, sənin üçün mükəmməl bir funksiyadır. Uşaqlar özünüzə yaxşı baxın. Səsim də biraz yəqin ki hiss eləmisiniz, xəstələnmişəm. Canlı yayımlarımıza bu həftə, bugün canlı yayın etməyəcəm çünki həqiqətən xəstəyəm. Bugün sabah canlı yayın etməyəcəm, amma çalışacağım gələn həftənin yeni həftədə 2-3 videoya və 4-5 dəfə canlı yayın rejiminə keçim. Başqa nəsə suallarınız olsa Instagrama yaza bilərsiniz və yaxud Telegrama yaza bilərsiniz. Məni bütün sosial medialardan izləməyi unutmayın. Özünüzə yaxşı baxın. Hələlik.